Bax, görürsün. Bax, düz aşağı darayırsan, darağın izləri var ya, bax, izlərin birindən barmağı bax, belə basırsan, basan kimi gördün aralan. O aradan darağı salırsan, başlayırsan bax, belə daramağa. Sonra bir dənə də salırsan, həmən darağın izlərin birindən barmağa basırsan, aralan. Aralan kimi həmən aradan darayırsan, bax, belə. Bunu çox enli götürmək olmaz. Çox enli götürsən, ölçünü səhv qoyarsan. Anladın mı? Deməli, bax, sonra bunu bu şəkildə bax, belə götürürük, bax, belə. Düz bax, 90 dərəcə saçla, çəkimi düz çəkən. Bax, telefon düz tut. Çəkilmi? Ha, əslən. Bax, belə. Götürdüyün düz 90 dərəcə bax. Biraz barmağı bax, belə uklon verirsən, çünki qabaq daha uzun, arxa daha qısa olsun deyən. Bax, belə biraz əyrilik verirsən, sonra kəstin. Kəstin, gətirirsən biraz arxasından. Daha bu saçları buraxsan, bunlar bizə lazımdır. Ancaq onları təzləm. Ən xırda yerindən ən uzun yerinə qoyursan ölçünü, bax, gördün, bax, belə əyri şəkildə kəsirsən. Kəsə, gətirirsən, düz bura. Sonra kəsdiyin saçları qatırsan, bu bir tərəfə, ya bu tərəfə, ya o tərəfə fərq yoxdur. İstənilən bir tərəfə qatırsan. Qatdın bunların içindədir da. İndi bax, buradan bir dənə ayırırsan. Bax. Ən yaxşı istadın ki, istadanda daha mükəmməl ayrılır saçlar. İndi keç bu tərəfə, buradan sən daha yaxşı görəcəksin. Bax, ayırdın. Götürdün, dümdüz çıxartsan 90 dərəcə. Buna bax, necə, bax, bunu bax, gördün, ayaq kəsdiyimiz saçlardır. Bax, bu bizim ölçümümüzdür. Buradan bura qədər bütün saçlarda bu ölçü qalır. Kəsdir, onunla bərabər kəsdin, gördün, oldu. Həmən bayaq qoyduğumuz ölçü boyda bu saçlar. Bax, buradan təzdən bir dənəsini də götürürsən, tutam. Bir tutam saç da götürürsən, bax, qaldırırsan. Bax, bayaq kəsdiyimiz saçlar, ölçü qoyduğumuz, bu da bundan öncə kəsdiyimiz saçların bax, ölçüsü burada. Gördün? Bunların hamısını bərabər eləyəndə olur üstü dümdüz. Bunu bax, bu şəkildə kəsə-kəsə həmən ölçü ilə. Gördün? Həmən ölçü ilə kəsə-kəsə düz önə qədər gedirik. Biz gedəndə daha burada bizim ölçməyimizə ehtiyac yoxdur. Hamısı bayaqdan qoyduğumuz ölçüdə gedir də. Elə ki, divar düzəldəndə mayaq tərəzi qoyub düzətmirlər, ustalarda ertikən bənnalar. İndi o videoda düşəcək də, mayaq sulaq saçırdı. Nasıl ki? Başa düşdüm, bunu bu şəkildə, bax, belə dümdüz kəsdiyin, bax. İndi sən burada bir dənə kulminasiya nöqtəsi var ya, kulminasiya nöqtə. Bax, qoydun mu, bax, bu şəkildə, bax, belə kəsdik. İndi bu tərəfin hamısı belə azdan çoxa üstü, bax, belə. Kvadratın üçbucağı. Bax, bu kəsim kvadratın üçbucağı. Bu tərəfi belə kəsilib də. İndi bunu biz bu tərəfini də kəsməliyik, yaxı, eyni olsun da deyənə. Bu halda təzdən buradan belə ayırırıq. Bax, bir dənə də ayırırıq. Belə. Qatırıq bu tərəfə. İndi bura ölçülmüş, kəsilmiş düzgün saçlar deyənə buranı bax, belə ayırırıq. Təzdən qaldırırıq. Bax, görəcəksən ki, bax, həmən bayaq kəsilmiş saçlar bax, burada. Görünür? Görünür. Özün qulağı zad çəkirsən başqa yeri. Bir dənə də götürürük, bax, belə. Bir dənə dəfədə göstərəcəm sizə, əziz, hörmətli izləyicilər. Bax, gördüyün ölçü buradadır. Bax, bu şəkildə mən indi bunu belə tez-tez eləyirəm. Bunu tez-tez eləmək lazımdır ki, müştəri də sıxılmasın, vaxtında işi tutaraq. Çünki qıraqda gözləyən başqa müştərilər var, onlara da yol salmaq lazımdır. Bəlkə o bundan çox pul verəcək və sözcüsən o şeyləri fikirləşmək olsun. İndi bunu mən belə paylaşacağım, yavur olacaq. Zarafat edirəm, əziz tamaşaçılar. Uşaq vardı, o Eyvan paylaşmışdı. Sonra patlamışsın. Bəndən xəyanət edən zadayam bu ya. Gəlim ya. İndi bax, bir dənə o güzgüdən başı çək. O güzgüdən yaxınlaşdır başı, kreatin başına, yaxınlaşdır. Gör nə qəşəng oldu, bax. İndi mən bir dənə şey göstərəcəm, onu biraz belə qaldır, biraz belə qaldır. Yox, başı qaldır. Başı ortalığa da qaldır. İndi mən burada sizə bir şey göstərəcəm. Gör, nə qədər düz oldu. Bax, gördün, görünür o. Görünür. Gördün, nə qədər düz oldu kəsdiyi. Mən gördüm. Heç mən bunu ölçüb bir şey eləmədim. Zəntiyana bir dənə yerdən saç götürdüm, gördünüz dümdüz oldu. Bu ölçü ilə qırxılmağın səbəbi olaraq belə oldu. Hoş gəldiniz.
İndi qaşınmaq dərdi yoxdur, özür dilərim. Nə vaxt gəlim? Axşam vaxtı. Bilmiyorum. Nə vaxt yazasın? Nə vaxt olsa səni çağıracağam. 15 dəqiqəlik var. Mənim gözüm. Yer olan kimi çağıracağam səni. Gördünüz əziz müştərilər, deməli indi qaldı bunun bu tərəfi və buranı kəsmək qaydası. Onu da gələn dərsimdə sizə izah edəcəm. Yaxşı, burada iş çoxdur. Bu günlük bu qədər.